Bugün biz Xocalı soyqırımının 19. il dönümü qeyd edirik. İsveçin paytaxtında Stockholmda qeyd edirik və bizim əsas məqsədimiz ermənilərin bizə qarşı törətdiyi bu faşist rejiminin təcavüzkarını biz tənqid edirik və biz dünya çağırır ki, bunu bir soyqırım kimi qəbul etsin və hər il biz bu protestoyu keçirək. Yəni dünya təkcə İsveçdə yox, təkcə Avropada yox, dünyanın hər bir yerində biz bu protestləri keçirdək ki, hamı bu faşist rejimin törətdiyini tanısın və görsün. Ben bura Türk Federasiyasının sədri Həsən Bəyə dəvət edirəm. Həsən Bəy, buyurun. Değerli arkadaşlar, değerli dostlar, aslında bugün alkışlanacak bir gün değil. Çok önemli bir gün bizim için. Daha fazla olmalıydık, daha kalabalık olmalıydık ama gelenlerden de Allah razı olsun. Dostlar, Azerbaycan topraklarının %20'si işgal altında. Problem sadece Azerbaycan'dan gelen Türklerin problemi değil. Problem dünyanın her tarafından gelen, Kuzey Irak'tan, Türkiye'den, Bosna'dan, dünyanın her tarafından gelen Türklerin ve Müslümanların sorunudur. Ermenistan lobisi, Ermeni lobisi dünyanın her tarafında Türkleri ve bizleri karalamakta. Ama yaptığı soykırımın farkında değil. 1 milyondan fazla insan evinden ve yurdundan edildi. Eğer Bakü'ye gitmişseniz göreceksiniz. Bakü'nün banliyölerinde insanlar Karabağ'dan kovulmuş, evlerini, barklarını terk etmek zorunda kalmış insanlar perişan haldeler. 1 milyondan fazla insan evini ve yurdunu kaybetti. Yüzlerce, binlerce insan şehit oldu, soykırıma uğradı. Şu anda Ermenistan'ın elinde yaklaşık 1000'e yakın esir var. Ermenistan bunları kabul etmiyor. Ama Birleşmiş Milletler'e baktığımız zaman Birleşmiş Milletler ne diyor? 5. maddesi, Ermenistan işgal ettiği Azerbaycan topraklarından en kısa zamanda çıkmalıdır diyor. Neredeyse 20 yıl oldu. Daha ne zaman çıkacak? Bu çok önemli. Biz Türk lobisi olarak fark etmez. Kuzey Irak'tan, Türkiye'den veya dünyanın neresinden olursa olsun gelen Türkler hep birlikte hareket edeceğiz. Karabağ Komitesi'nin yapmış olduğu bugünkü tedbir gibi değişik tedbirler alarak çevremizdeki İsveçlilere, İsveçli dostlarımıza ve İsveç'te yaşayan İngilizlere, Fransızlara veya diğerlerine haklı davamızı anlatacağız. Hepinize teşekkür ediyorum. Alkışlamayın lütfen. Sağ olun. Çok teşekkür ederim. İndi isə bura İraq Türkmenler Federasiyasının sədri Salman Məhəccə dəvət edirəm. Allah'ın selamı dava arkadaşlarımızın, kan kardeşlerimizin üzerine olsun. Vi iranska Türkmener fördomarna starkt denna inhumana folkmordet och massaker på civila azerbaijananer. Den 27 februari 1992 bland annat i staden Xocalı. Och vi kräver ett slut på denna ockupation av bland annat Karabağ. Saygıdeğer arkadaşlarımız, biz Irak Türkleri olarak buradayız. Biz Azerbaycan kardeşlerimizin yanındayız. Olmuşuz, ömür boyu doldururuz. Ki işbirliğiyle, birlikten, evet Ermeni pisliğini nasıl gelmişse öyle dışarı atma gücümüz var. Onu da başarırız inşallah. Saygılarımla. vətənimizi düşmənlərdən azad edilməsində şübhə etməməlidir. 1992 il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan Silahlı Qüvvələri Rus ordusunun 366-cı alayının köməkliyi ilə Azərbaycan şəhəri olan Xocalıya hücum edib, bütün beynəlxalq qayda qanunlarımıza zid olaraq əhalinin sivil əhaliyə qarşı qanlı
cinayətlər törətmişdir. Ermənilərin törətdiyi bu cinayət nəticəsində 613 nəfər dinc insanımız öldürüldü ki, onların 63'ü uşaq, 106'sı qadın və 70 nəfəri yaşlı adamlardır. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideyndən, 130 uşaq isə valideynlərinin birindən məhrum oldu. 487 nəfər yaralandı. Onların 76'sı az yaşlı uşaqlardır. Erməni faşistləri 1275 bacı qardaşlarımızı girov apardı. Onlara görünməmiş işgəncə verməkdən, bir çoxlarının əzab verərək öldürməkdən çəkinmədi. Düzdür, sonradan beynəlxalq təşkilatlarının köməkliyi ilə bu əsirlərin bəziləri Azərbaycana qaytarıldı. Lakin o gecə itkin düşmüş 150 nəfərdən hələ də xəbər yoxdur. Beynəlxalq İnsan Haqları Təşkilatı Human Rights Watch Qarabağ konfliktində Xocalı faciəsinin ən böyük kütləvi qırğın adlandırmışdır. Moskvada yerləşən İnsan Haqlarını Müdafiə Təşkilatı yaydığı bildirdikdə qeyd etmişdir ki, Ermənistanın silahlı qüvvələri kütləvi şəkildə silahsız dinc əhalini öldürmüşdür. Bu əməl təbii ki, beynəlxalq insan haqlarına, təməl prinsiplərinə tamamilə ziddir. Bundan əlavə, Xocalıda baş verən faciə dünya mətbuatında əksini tapmışdır. Belə ki, bu qətliam barədə kifayət qədər film, şəkil, sənəd və digər sübutlar ortalıqdadır. Amma çox təəssüf ki, bugün erməni təcavüzün məruz qalmış bir millət olaraq çox saylı suallar qarşısındayıq. Görəsən, niyə ermənilərin Xocalıda millətimizə qarşı törətdiyi bu soyğun indiyədək beynəlxalq miqyasda nə siyasi, nə də hüquqi qiymətini almayıb? Xocalı faciəsi ilə bağlı bu qədər sübut və fakt olduğu halda nə üçün indiyədək bu qırğına rəhbərlik etmiş Köçəryan, Sərkisyan və digərləri hərbi cinayətkar kimi məsuliyyətə cəlb olunaraq məhkəmə qarşısında oturudurulmayır? Məgər Xocalıda baş verənlər keçmiş Yugoslaviyadakı cinayətlərdən çoxmu fərqlənir? Onu da nəzərə alın ki, hələ də Azərbaycanın 20% ərazisi təcavüzkar, qəsbkar Ermənistanın silahlı qüvvələrinin işğalı altındadır. Baxmayaraq ki, BMT 4 dəfə Ermənistana qarşı qətnamə qəbul edib və onlardan tələb edib ki, Azərbaycanın qəsb olunmuş ərazisini tərk etsinlər. Ermənistan isə bu qətnamələrə məhəl qoymayıb və bugün Azərbaycanda 1 milyondan artıq müharibə qaçqını ağır şəraitdə yaşamaqdadır. Biz aksiya iştirakçıları rəngindən, dinindən, əqidəsindən asılı olmayaraq bütün insanlara müraciət edərək onlardan bizimlə həmrəy olmalarını xahiş edir. ABŞ və Avropa Birliyinin üzvü olan dövlətlərdən, eləcə də BMT-dən tələb edirik. 1. Biz inanırıq ki, cinayətə göz yummaq cinayətin təkrarına zəmin yaratmaqdır. Elə bu səbəbə görə Cenevre Konvensiyasının əsas müddəalarını pozaraq Azərbaycan ərazisində dəhşətli soyğun törətmiş bütün erməni hərbi cinayətkarları təxirə salmadan beynəlxalq məhkəmə mühakimə etsinlər. Ermənistanın işğalçı silahlı qüvvələri dərhal
və qeyd şərtsiz Azərbaycan ərazisini tərk etsin. 3. Ermənistan Qarabağ müharibəsində itkin düşən Azərbaycanlıların taleyi ilə bağlı beynəlxalq təşkilatlara əməkdaşlıq etsin. 4. Ermənistan işğal nəticəsində Azərbaycana vurduğu maddi ziyana görə təzminat ödəsin. 5. Əgər Ermənistan Azərbaycan ərazilərini dərhal tərk etməsə və Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxslərin cəzalandırılmasına mane olsa, onda Dünya Birliyi tərəfindən bu dövlətə qarşı ən sərt siyasi və iqtisadi sanksiyalar tətbiq olunsun. 6. Biz İsveçdə yaşayan Azərbaycanlılar bu ölkənin hökumətindən və parlamentindən Qarabağ probleminin həlli prosesində yaxından iştirak etməyi, bu zaman haqq və ədalətin müdafiəsində durmağı tələb edirik. Sonra da onu xatırlatmaq istəyirik ki, Azərbaycanın əzəli torpağı olan Qarabağ qeyd şərtsiz olaraq erməni işğalından azad edilməsə, təbii ki, müharibə qaçılmaz olacaq. Miting iştirakçıları olaraq bəyan edirik ki, Azərbaycan ordusunun bu missiyasının öhdəsindən layiqincə gələcəyinə inanırıq və bu müharibə zamanı xalqımız və vətənimiz də bir yerdə olacaq. Dünya Birliyi biz Azərbaycan türklərinin öz torpağını hər zaman azad etmək qüdrətinə olduğumuza və bunu həyata keçirməyimizə zərrə qədər də şübhə etməməlidir. İsveçdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Qarabağ Komitəsi 2011-26 fevral. Təşəkkür edirəm. Xanımlar, bəylər, Azərbaycan deyəndə hər kəsin ağlına yalnız Bakı, Təbriz keçməməlidir. Mən zənn etmirəm də ki, yalnız yaşadığımız torpaqlar keçir. Azərbaycan deyəndə ürək yaramız, dərdimiz, şərəfimiz, işğal altındakı torpaqlar hər şeydən öncə gözümüzün önünə gəlir. Qarabağ bizlər üçün şərəfdir. Bu şərəf bugün erməni başlıqlarının ayağı altında əzilməkdədir. Ya Qarabağ, ya ölüm. Bu bizim ən başlıca istəyimizdir. Yaşadığımız sürəcə ya ölüm, ya Qarabağ. Bundan başqa arzumuz yoxdur. Dünyanın harasında olursaq olaq, harada doğmuş olursaq olaq, Azərbaycan birdir. Güneyi cənubu yoxdur. Ürəyin dərdinin yarası Qarabağdır. Bakılının, Şuşalının, Gəncəlinin dərdi necə Qarabağsa, Zəncanlının, Urğulunun, Ərdəbillinin, Təbrizlinin də ürəyinin yarası Qarabağdır. Onun üçün İran rejimi də gedib ermənilərin yanında yer tutubdur. İslam adı altında hükümət sürdürən İran hakimiyyəti Sərxosyanların, Petrosyanların yanındadır. Bugün biz buradan bir daha dünya ictimaiyyətinə üz tutub və deyirik. Zənn etməyin ki, siz səssiz qalacaqsınız. Biz də unutacaq. Elə bir şey yoxdur. Hər nə qədər siz səssiz qalırsınız, qalın.
Qarabağ bizim üzərimizin dərdidir, şərəfidir. Azərbaycanlı olan hər kəs, Azərbaycan Türkü deyən hər insanın ürəyinin yarası Qarabağdır. Biz oranı ya azad eləyəcəyik, ya azad eləyəcəyik. Başqa yolu yoxdur. O torpaqları ya qaytaracağıq, ya qaytaracağıq. Bundan başqa yolumuz yoxdur. Hər kəs bundan başqa yol bilirsə, buyursun. Sülh yolu ilə deyirik. Səbrimiz tükəndi. Nə qədər? Haçana qədər? Neçə gün, neçə ay, neçə il? Ancaq bu səbrin tükəndiyi gün həm Ermənisi, həm də İran hakimiyyəti ilə hesablaşacağıq. Bir də burada deyəcəyimiz bir-iki söz var. İranın şovist hakimiyyətinə, Azərbaycanın işinə qarışma. Oranın dövlətçiliği bizim həyatımızdır. Biz yaşadığımız qədər Azərbaycan dövlətçiliği yaşar. Rəhmətlik bəy demişlər, Qarabağın azadlığı Təbrizdən geçər. Bunu unutmayın. İran hakimiyyəti bunu bilməlidir. Biz həm Təbrizi, həm Şuşanı, həm Xocalini, həm bütün Azərbaycan torpaqlarını azad edəcəyik. Mən xahiş edirəm, necə ki Azərbaycan himni ilə başladıq, Azərbaycan himni ilə də bugünkü proqramı sona çatdıraq. Xahiş edirəm, hər kəs himlə yardımcı olub, səslənsə bir o qədər yaxşı olar. Gəldiyiniz üçün komitə tərəfindən, xüsusilə Türkiyə türklərindən, Türkmən, İraq türkmən qardaşlarımızdan və digər dostlarımızdan və qardaşlarımızdan təşəkkür edirəm. Ayaqlarınıza sağlıq, çox sağ olun gəldiniz. Allah sizinlə yar olsun.